Salam. Bugün qardaşımın evinə qonaq getdik. Evləri açığı çox pis vəziyyətdə idi. Elə bil gəlinimizin ümumiyyətlə yığışdırmağa vaxtı olmayıb. Hər yer dağınıq idi, hər tərəfdə çörək qırıntıları, toz, qarışıqlıq. Qonaq gəldiyimizə baxmayaraq qərara gəldik ki, bu sirkin içində yaşamaq mümkünsüzdür. Mən mətbəxi təmizlədim, hər yeri sildim, süpürdüm, tozları aldım. Eyni zamanda yemək də hazırladıq. Plov bişirdik, kotlet qızartdıq, qutab hazırladıq. Çox yorulduq, amma axırda ev tam başqa cür oldu. Təmiz və səliqəli. Öz evimi yığışdırmaqdan bezib qonaq getdim ki, orada biraz istirahət edərəm. Amma orada da bu işlər yenə məni tapdı. Bütün işləri gördükdən sonra oturub biraz dincəldik. Mən də soyumuş köhnə çayımı içdim və sonra evə geri qayıtdıq.